Salam, xəbərin brendi günün trendi efirdədir. Ötən il dekabrın 25-də Aktauda qəzaya uğrayan Azar təyyarəsində həyatını itirən Rəşid Qıstarovun hadisədən öncə lentə aldığı video görüntülər üzə çıxıb. Görüntüləri mərhumun oğlu Abbas Qıstarov paylaşıb. O bildirib ki, atası Rəşid Qıstarovun telefonunu 2 gün əvvəl əldə edib. Söz gedən görüntülər də qəzadan öncə atası tərəfindən lentə alınıb. Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qrozniyə uçan Azara məxsus Embraer təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramışdı. Hanımlar ve cevaplar sizinle danışan təyyarələrə köməklidir. Gəmi kapitanı İqor Kişnəkin və Tuniyat adına sizə Azərbaycan hava yollarının 82-43 sayılı Bakı Grozny istiqamətində uçuş yerinə yetirən Embraer 190 təyyarəsində salamlayırıq. Uçuş müddəti 1 saat 5 dəqiqədir. Uçuş hazırlıq məsələləri həll şerirliklər masalara bağlayın, oturacağın arxasını şaqrıvə götürəcəksiniz. Təhlükəsizlik kəmərlərini bağlayın və üçünüzü Vurun. Gentlemen, this is your flight to Kazan. My name is Bakıntiyam. On behalf of the Türkiyənin İzmir şəhərində Doğu Akdeniz 2025 dəvət təlimi keçirilib. Təlimdə qardaş ölkənin hərbi qulluqçuları ilə yanaşı Azərbaycan ordusunun hərbi dəniz qüvvələrinin bir qrup heyəti, Amerika Birləşmiş Ştatlarının terrorizmə qarşı təhlükəsizlik qrupu və Pakistan ordusunun dəniz patrul təyyarəsi iştirak ediblər. Təlimdə qarşıya qoyulan tapşırıqların icrası zamanı iştirakçı ölkələrin hərbi qulluqçuları yüksək peşəkarlıq nümayiş etdiriblər. Qeyd edək ki, dəvət təliminə 19 ölkədən hərbi qulluqçular müşahidəçi qismində qatılıblar. Ağdərə rayonunun Şıxarx kənd ərazisində mina hadisəsi olub. 55 yaşlı kənd sakini Pənahəliyev Nazim Kamranoğlu minalardan təmizlənməmiş ərazidə malqara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb. Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib. Üç dekabr Beynəlxalq Əlillər Günü münasibətilə təqdim olunan Qaranlığa işıq saçan barmaqlar, görmə məhdudiyyətli uşaqların tədris hekayəsi adlı qısa metrajlı film dünyanı gözlə deyil, toxunuş, səs və hisslərlə dərk edən şagirdlərin məktəb həyatını canlandırır. Mənim ən böyük arzum maşın ustası olmaqdır. Mən böyüyəndə Azərbaycan dil müəllimi olmaq istəyirəm. Mən yaşlarıma bunu demək istəyirəm ki, yaxşı oxusunlar, məktəbə getsinlər, təhsil alsınlar, müəllim olsunlar. İlk baxışdan bu səslər, bu arzular hər bir məktəbdə eşidilən adi uşaq xəyalları kimi görünə bilər. Amma bu səslərin sahiblərinin hekayəsi fərqlidir. Bu arzular məhdudiyyət tanımayan Bakı şəhəri 5 nömrəli internat tipli xüsusi ümumi təhsil məktəbinin şagirdlərinə məxsusdur. Mən böyüyəndə müəllim olmaq istəyirəm. Riyaziyyat müəllimi. Burada dünyanı görmək üçün gözlər yox, toxunuşlar işə düşür. Bir səslə istiqamət tapılır. Bu məktəbdə uşaqlar sadəcə oxumağı deyil, öz yollarını sərbəst tapmağı öyrənirlər. Tədris isə ən fundamental bacarıqlardan başlayır. Mənim gözlərimin zəif olması təsirimə mane deyil. Mənim adım Fəxrimdir. Gəncədən gəlmişəm mən. 2-ci sinifdə oxuyuram. 2 həftədən bir evə gedirəm. Dərslərim çox yaxşıdır. Mən Braille əlifbası keçirəm. Girifildən yazı yazıram. Azərbaycan dilini, riyaziyyatı, alman dilini, rus dilini, bütün dərsləri mən bilirəm.
İcbari tibbi sığorta hesabına xidmət almaq ildən ilə asanlaşır. Ölkədə qısa müddətli tətbiq olunmasına baxmayaraq bütün əhali qrupları üçün əlçatan və şəffaf sistem qurulub. Ən əsası isə vətəndaş axtardığı suallara xəstəxanaya getmədən və ya zəng etmədən elektron qaydada cavab tapa bilir. İcbari tibbi sığorta üzrə Dövlət Agentliyinin its.gov.az saytı və e-tabib mobil tətbiqi bu işi asanlaşdırır. İcbari tibbi sığorta üzrə Dövlət Agentliyi Medinex tibb innovasiyaları sərgisində öz stendi ilə çıxış edir. Hər il olduğu kimi bu ildə agentliyin əsas missiyası stend vasitəsilə sağlamlığın əhəmiyyətini, fiziki aktivliyin əhəmiyyətini bir daha vurğulamaq, əhalini icbari tibbi sığorta ilə bağlı maarifləndirmək və agentliyin rəqəmsal innovativ həlləri ilə vətəndaşları tanış etməkdir. Stendimiz bir neçə hissədən ibarətdir. E-tabib mobil tətbiqini bilirsiniz ki, bu agentliyin rəqəmsal səhiyyə sahəsindəki ən böyük layihələrindən biridir. E-tabib mobil tətbiqini vətəndaşlarımız əyani şəkildə görürlər. Bura əlavə olmuş yeni xidmətlərlə tanış olurlar. Qeyd edim ki, yeni xidmətlərdən biri də vətəndaşların xidmət aldıqları, icbari tibbi sığorta çərçivəsində xidmət aldıqları tibb müəssisəsini, həkimini, eyni zamanda tibbi xidməti qiymətləndirməsidir. Ağsuda özünü vəzifəli şəxs kimi qələmə verərək dələduzluq edən şəxs saxlanılıb. Ağsu rayon polis şöbəsinin keçirdiyi tədbirlərlə dələduzluqla vətəndaşların maddi vəsaitini ələ keçirən, əvvəllər də dəfələrlə məhkum olunmuş 36 yaşlı Qadir Piriyev saxlanılıb. O özünü vəzifəli şəxs kimi təqdim edərək müxtəlif vədlərlə zərər çəkmişlərdən bank kartına pul göndərməsini tələb edib. Qadir Piriyev barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib və o 23 sutka inzibati qaydada həbs olunub. Kəlbəcərdə sementlə dolu yük avtomobili aşıb. Yol nəqliyyat hadisəsi rayonun Kəlbəcər Vəngli dairəsində baş verib. Namiq Əhmədov idarə etdiyi Dongfeng markalı sement daşıyan avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşını aşırıb. Namiq Əhmədov müxtəlif dərəcəli xəsarətlərlə Kəlbəcər rayonunda yerləşən hospitala çatdırılıb. Qeyd edək ki, qəza zamanı avtomobildə 25 ton yük olub. Kəlbəcərə yağan güclü qar sürücüyə çətinlik yaratdı. Saxlayıram, heç sürmək olmuyor. Tormuz verirəm, maşında yanır. Ne görecek de buna? Zulüm de buna. Bugün Bakıda yük avtomobilləri toqquşub, mağazalar şəbəkələrindən birinə məxsus orta tutumlu yük maşını iri tutumlu yük avtomobilinə arxadan çırpılıb. Nəticədə şirkət avtomobilinin sürücü kabinası tamamilə yararsız hala düşüb. Hadisə ilə bağlı ölən və ya xəsarət alanlar barədə məlumat yoxdur. Hörmətli tamaşaçılar, qaynar xəttimizi xatırlatmaq istəyirəm. 051 583 24 08. Sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı video çəkiliş eləyin, bizə göndərin. Həmin videonu biz günün trendində trend edəcəyik. Amerika Birləşmiş Ştatlarının briqada generalı Chris McKinney'nin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edib. Birləşmiş Ştatların Avropa komandanlığının tərəfdaşlıq, təhlükəsizlik, əməkdaşlıq və kütləvi qırğın silahlarının qarşısının alınması üzrə direktor müavini briqada generalı Chris McKinney'nin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Müdafiə Nazirliyinin əməkdaşları ilə birgə vətən uğrunda canlarını qurban verənlərin xatirəsini ehtiramla anmaq üçün Şəhidlər Xiyabanını ziyarət edib.
Bərdədə özünü kanala atan qızını xilas etmək istəyən ata faciəvi şəkildə ölüb. Belə ki, uzun illərdir ruhi xəstəlikdən əziyyət çəkən 44 yaşlı kənd sakini Sərəncam Kərimova özünü kəndin mərkəzindən keçən su kanalına atıb. Bunu görən 68 yaşlı Yasin Kərimov qızını kanaldan çıxarmağa çalışsa da suda boğularaq ölüb. Sərəncam Kərimova isə kənd sakinləri və polis əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib. Xırdalan sakinləri maşın yolunda səkinin olmamasından şikayətçidirlər. Onların sözlərinə görə maşınlar yüksək sürətlə keçir və bu insanların həyatına təhlükə yaradır. Sakinlərin dəfələrlə müxtəlif qurumlara şikayət etməsinə baxmayaraq heç bir tədbir görülməyib. Qaynar xəttimizə göndərilən görüntüləri izləyək. Marketdən gəlirəm, yenə bu mənzərələrlə qarşılaşıram. Baxmayaraq ki, Suez kanalı sağ olsun, bir dəfə çəkib işıqlandırır. Ancaq reaksiya verən də olmuyor. Adiyyəti qurumlara baxın. Evə qayıdıram, öz evimə. Bu gecə namaz girir, belə hadisə törədir. Bilmirəm, insan həyatına son qoyulub ya yox, ondan xəbərim yoxdur. Sumqayıtdan gələn maşınlar qorxa-qorxa, həyatımız çox təhlükədə. Uşaqlar buradan məktəbə gedir, bu yanda Qubadlı məktəbi var. İrəlidə hələ böyük hadisələr, tez-tez olur belə hadisələr burada, tez-tez. Paytaxtda fəaliyyət göstərən gözəllik salonlarından birində uğurluq hadisəsi baş verib. Naməlum qadın gözəllik salonunda olan azyaşlı qızın başını sığallayaraq onun qulağındakı sırğanı dartıb çıxarıb və dərhal salondan uzaqlaşıb. Hadisə anı salonun təhlükəsizlik kameralarına düşüb. Paytaxtda yol qəzası olub. İdarəetmədən çıxan Toyota Corolla markalı avtomobil yolun kənarına düşüb. Restoranın həyətinə düşdüyü bildirilən nəqliyyat vasitəsinə ziyan dəyib. Bakıda avtobus zolaqlarında minik avtomobillərinin sərnişinləri rahat şəkildə mindirib düşürməsini təmin etmək üçün daha bir ünvanda minib düşmə yeri yaradılıb. Növbəti belə yer Səbail rayonunun Zərifəriyeva küçəsi giriş 57 ünvanında təşkil edilib və ərazidə müvafiq lövhə yerləşdirilib. Məqsəd avtobus zolaqlarında ictimai nəqliyyatın hərəkətinə mane olmadan sərnişinlərin minib düşməsinə imkan yaratmaqdır. Beşiktaş klubunun əfsanəvi futbolçusu Faruk Karadoğan 77 yaşında vəfat edib. Yasamal rayonu Nabat Aşurbəyeva küçəsində yerləşən elektrik naqilləri ciddi təhlükə yaradır. Sakinlər bildirir ki, naqillərin vəziyyəti hər an qəza və yanğın riski yaradır. Mənzil İnşaatı Dövlət Agentliyinin mənzillərinin qanunsuz satışını təşkil edən şəxslər saxlanılıb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, 12 nəfər dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıb. Qaydanı pozan piyadalarla izahat işi aparılır. Piyadaların iştirakı ilə baş verən qəzaların qarşısının alınması məqsədi ilə maarifləndirmə tədbirləri davam etdirilir. Bəzi piyadalar hələ də yolu nəzərdə tutulmayan yerlərdən keçərək həm özlərini, həm də sürücüləri təhlükəyə atırlar.
nəzərdə tutulmayan yerdən keçirsiniz. Oradan yolu keçmək sizin təhlükəsizliyiniz üçün əsas vacib məsələdir. Baxın, orada piyada zolağı var, görürsünüz piyada zolağını. Gəncədə fəaliyyət göstərməyən dəyirman zavodunda yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. İlkin məlumata görə yanğın tikilinin 3-cü mərtəbəsində başlayıb. Amerika Birləşmiş Ştatlarının Virginia ştatında spirtli içki mağazalarından birində qəribə hadisə qeydə alınıb. İşçilərdən biri səhər işə gələrkən mağazada rəflərin dağıdıldığını, spirtli içki şüşələrinin yerə atılaraq sındırıldığını aşkar edib. Sonradan hadisənin insan tərəfindən deyil, yenot tərəfindən törədildiyi məlum olub. Mağazaya daxil olan yenot müəssisənin sanitar qovşağında yatarkən aşkar edilib. Heyvanın qida əldə etmək məqsədi ilə ora girdiyi və yerə dağıtdığı spirtli içkilərdən içdiyi ehtimal edilir. Hörmətli tamaşaçılar, qaynar xəttimizi xatırlatmaq istəyirəm. 051 583 24 08. Sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı video çəkiliş eləyin, bizə göndərin. Həmin videonu biz günün trendində trend edəcəyik. Xəbər ziyafətimiz yekunlaşdı. Yenidən görüşərik, vədimizə sadiq olaq.